Orta gün qonaqla davam edir. Amerika Birləşmiş Ştatları artıq Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq. Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Demmi Bruce deyib. Bu məsələyə artıq yanaşma tərzimiz dəyişir. Biz vasitəçi olmayacağıq. İndi iş iki tərəf arasında aparılmalıdır deyə bildirib. İndi biz bu mövzunu siyasi şərtçi Rəşad Bayramovla birlikdə müzakirə edəcəyik. Xoş gördük Rəşad müəllim. Xoş gördük. Rəşad müəllim, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin rəsmisinin bu bəyanatından sonra ümumiyyətlə Rusiya, Ukrayna məsələsini, onların ümumiyyətlə taleyini necə qiymətləndirmək olar? Onların ümumiyyətlə taleyi necə olacaqdır? Ümumiyyətlə, Amerika Birləşmiş Ştatları artıq bir müddətdir ki, danışıqlar prosesindən çəkilə biləcəyi ilə bağlı bəyanatlarla çıxış edirdi və əslində Amerikanın Ukrayna ilə müvafiq sazişi, yəni mineral ehtiyatlarla bağlı sazişi imzalamasından sonra artıq belə böyük ölçüdə elə bir gözləntisi də qalmır Ukraynadan. O baxımdan indi proseslərdən özünü geri çəkmək daha rahatdır Amerika Birləşmiş Ştatları üçün. O baxımdan təbii ki, bu bir gün içində həll olunan deyil. Yəni, dünənləri axşam saatlarında Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti də faktiki olaraq oxşar bəyanatla çıxış elədi və bildirdi ki, bundan sonraki mərhələdə tərəflərin ikisinin bir masa arxasında artıq oturmağına və müzakirələrə başlamağına ehtiyacı var. Yəni, başqa sözlə biz bunu bu şəkildə aça bilərik ki, Amerika Birləşmiş Ştatlarının üçün vacib olan prioritet indiyə qədər qoyduğu maliyyəni bu və ya digər şəkildə geri qazana bilmək imkanlarının əldə edilməsi və bundan sonra Ukraynada pay sahibi malik olmaqdan ibarət idi. Bu artıq böyük ölçüdə, belə demək mümkünsə, təmin olunub. İndi növbəti mərhələdə artıq tərəfləri bir masa arxasında, belə deyək, oturmasına etirazları yoxdur Amerika Birləşmiş Ştatlarının. Çünki nə baş verir? Biz bilirik ki, uzun müddət ərzində Ukrayna ilə birbaşa danışıqlara getmək istəməyən, Prezident Zelenski ilə bir masa arxasında oturmaq istəməyən Rusiya idi və bunu dəfələrlə bəyan etmişdi. Amma Amerika Birləşmiş Ştatları rəsmiləri ilə 3-4 dəfə keçirilən görüşdən sonra Rusiyanın bu məsələdə mövqeyində bir dəyişiklik baş verdi. Dəyişiklik də ondan ibarət oldu ki, Putin açıq şəkildə dedi ki, birbaşa danışıqlara hazırdır və Ukrayna ilə istənilən vaxt bir masada arxasında oturub müzakirələrə başlanıla bilər. Təbii ki, tərəflər indi müzakirələrə başlamaq üçün bir-birindən çox uzaqdılar. Çünki ortaya qoyduqları sülh, belə deyək, razılaşması bir-birindən kəskin şəkildə fərqlənir. Amma indi müqavilənin imzalanmasından sonra, ABŞ və Ukrayna arasında müqavilənin imzalanmasından sonra sülhün tez bir zamanda əldə olunması lazımdır. Çünki əgər Amerika Birləşmiş Ştatları orada investisiya qoymağı planlaşdırırsa, ayrı-ayrı beynəlxalq enerji şirkətlərini investisiya cəlb etməsi üçün təşviq etmək istəyirsə, onlar mütləq şəkildə müharibənin dayandırılması şərti ilə bu investisiyanı Ukrayna ərazisinə yatıracaqlar. Çünki heç bir iri şirkət, heç bir qazanc götürmək istəyən şirkət müharibə gedən ölkədə və Rusiya tərəfindən davamlı olaraq bombardımanın davam etdiyi bir ölkədə investisiya qoymayacaq. O baxımdan İndiki mərhələ artıq tərəflərin doğrudan da bir masa arxasında oturub razılaşmanın bu və ya digər şəkildə ortaya qoyması mərhələsidir. Amerika Birləşmiş Ştatları burada tamamilə geri çəkilməyəcək təbii ki. Yenə deyirəm, Amerika Birləşmiş Ştatlarına o gəliri götürmək üçün, investisiyaların cəlb olunması üçün mütləq şəkildə atəşkəs lazımdır, sülh lazımdır. O baxımdan da maksimum şəkildə təşviq eləyəcək. Bəzən biz kənardan da olsa hətta təzyiq göstərəcəyini tərəflərə şahidlik eləyəcəyik. Amma mütləq şəkildə bu danışıqlar baş verəcək. Nəticəsi olacaqmı? Bu təbii ki, bu günləri Ukraynaya hələ də aktiv şəkildə dəstək verən Avropa İttifaqının və Avropa İttifaqı güclərinin mövqeyindən asılı olacaq. Bilirik ki, onlar indiyə qədər olan mərhələdə faktiki olaraq heç nə əldə edə bilmədilər. Yəni, Zelenski eyni sazişin imzalanmasını Avropa İttifaqına da təklif eləmişdi zamanında. Amma Amerika Birləşmiş Ştatlarının proseslərə qoşulması ilə ABŞ-ı seçmək məcburiyyətində qaldı Ukrayna. İndi heç nə əldə edə bilməyən Avropa İttifaqı geri çəkilə biləcəkmi? Zelenskiyə sülh sazişi istiqamətində addımlar atmağa imkan verəcəkmi? Bunu təbii ki, zaman göstərəcək. Bir məsələni də soruşmaq istəyirəm. İndi siz qeyd etdiniz ki, əslində belə deyək ki, Amerika Birləşmiş Ştatları dolayısıyla əlini Ukraynanın
üzərindən çəkməyəcək və təbii ki, bunu elə Dövlət Departamentinin sözçüsü də etiraf elədi ki, biz əslində sülhün bərqərar olunmasının tərəfdarıyıq. Bundan sonra hansı addımların atılması gözlənilir bu vəziyyətdə yəni? Bu vəziyyətdə ilkin olaraq təbii ki, dünən vitse-prezidentin də dediyi kimi, tez bir zamanda, qısa bir zaman kəsiyində iki ölkə nümayəndələrin iştirakı ilə bir görüşün keçirilməsi nəzərdə tutulur. Növbəti bir görüşlərin, belə deyək, bəli. İki ölkə deyəndə, yəni Rusiya və Ukrayna artıq birbaşa tərəflərin iştirakı ilə və ilkin mərhələdə tərəflərin hansı halda sülh sazişi əldə edə biləcəkləri ilə bağlı mövqeləri dinləniləcək. Amerika Birləşmiş Ştatları bunu təhlükdə Rusiya ilə danışıqlarda mövqenin nədən ibarət olduğunu bilir. Ukrayna ilə aparılan danışıqlarda da Ukraynanın sülh planının hansı halda baş verəcəyini bilir. Amma indi tərəfləri bir masa arxasında oturub bu planı bir-biri ilə müzakirə etməsi dövrü başlayacaq. Biz bir müddət buna şahidlik eləyəcəyik. Bunun ardınca artıq təzyiq dövrü başlayacaq. Bəs Rusiya tərəfi, konkret olaraq Putin buna razılıq verəcəkmi bir masaya əyləşməyə? Mütləq şəkildə razılıq verəcək. Çünki baxın, indiki mərhələdə Amerika Birləşmiş Ştatlarının prosesdən tamamilə geri çəkilməsi Rusiya üçün arzu olunan bir şey deyil. Çünki Amerika Birləşmiş Ştatlarının danışıqlar prosesindən tamamilə çəkilməsi və bundan sonra heç nəyə qarışmaması meydanın tamamilə Avropa İttifaqı ölkələrinə buraxılması deməkdir. Avropa İttifaqı ölkələri isə hər nə qədər Amerika Birləşmiş Ştatları olmadan Ukraynaya tam dəstək verə bilməsələr də, hər nə qədər özlərinin təhlükəsizlik mexanizmi ilə hələ qura bilməyən Avropa İttifaqının, ABŞ-sız təhlükəsizlik mexanizmini qura bilməyən Avropa İttifaqının Ukraynaya bu istiqamətdə tam olaraq dəstək verməsi mümkün olmasa belə, amma ortada bir reallıq var. Reallıq da ondan ibarətdir ki, bu günləri Avropa İttifaqının üzvü olan ayrı-ayrı ölkələr, o cümlədən də Böyük Britaniya, hətta Ukrayna ərazisinə hərbi qüvvələri yerləşdirməklə bağlı aktiv şəkildə danışıqlar aparırlar. Bununla bağlı mövqe ortaya qoyurlar. Və belə olan halda Rusiya tamamilə çıxılmaz vəziyyətdə qala bilər. Çünki Avropa İttifaqı ölkələrinin hamısı NATO üzvü ölkələrdir və onların orada qoşunları yerləşdirilməsi indiyə qədər əslində müharibənin başlamasının əsas səbəblərindən biri NATO'nun şərqə doğru genişlənməsi planına qarşı idisə, Ukraynaya bu qoşunların yerləşməsi faktiki olaraq Ukraynanın elə NATO'nun bir parçası olmağı anlamına gəlib çıxacaq ki, bu da Rusiya maraqlarına cavab vermir. Ona görə məhz bu məsələlər ortaya çıxandan sonra və Amerika Birləşmiş Ştatları proseslərdən kənara çəkilə biləcəyi ilə bağlı bəyanatlar verəndən sonra Rusiya tərəfi aktiv şəkildə danışıqlara hazır olduğunu, bir masa arxasında Ukrayna rəsmiləri ilə otura biləcəyinin bəyanatını verdi və oturacaq da. Çünki baxın, sabahları Amerika Birləşmiş Ştatları bu və ya digər şəkildə imzalanmış sazişə müvafiq olaraq, yəni hələ Ukraynada Ali Rada tərəfindən ratifikasiyası gözlənilir həmin sazişin. Ondan sonra birbaşa orada işə başlasa, yəni həmin o təbii ehtiyatların çıxarılması ilə bağlı və s. əməliyyatlara başlasa, Rusiyanın Ukrayna ərazisini bombalaması necə mümkün ola bilər? Yəni hər nə qədər imzalanmış sazişdə Amerika Birləşmiş Ştatları təhlükəsizlik zəmanəti verməsə də, amma Amerika ora sərmayə qoyursa və orada artıq şirkətləri fəaliyyətə başlayırsa, bu o deməkdir ki, həmin ərazilərə zərbələrin vurulması və s. birbaşa Amerikaya meydan oxumaq demək olacaq ki, bu da Rusiya üçün indiki mərhələdə ümumiyyətlə arzu olunan bir şey deyil. Ona görə də Rusiya tərəfi də məcbur qalaraq, məcburiyyət qarşısında mütləq şəkildə bu masada oturacaq. Bəs Ukraynanın özü üçün nə qədər maraqlıdır bu müharibənin dayandırılması? Bunu niyə soruşuram? Çünki Trump bundan öncəki müsahibələrində qeyd etdi ki, mən Zelenski ilə danışıqların bu qədər çətin olacağını gözləmirdim və bu da onun dediyi göstərir ki, o heç maraqlı deyil müharibənin dayandırılmasında. Siz necə düşünürsünüz ümumiyyətlə? Bilirsiniz, bir ölkənin ərazisi işğal olunub və indi onun qarşısına qoyulan şərtlər də ondan ibarətdir ki, sən işğal olunmuş bütün ərazilərin artıq Rusiya ərazisi olması ilə barış və bunu bəyan elə. Nəinki Zelenski. Zelenski olmayıb, Ukraynanın rəhbərliyi kim olursa olsun, belə bir şeyi qəbul etməsi faktiki olaraq mümkün olan bir şey deyil. Yəni, bu qəbul olunacaqdırsa, onda bu müharibə niyə indiyə qədər davam eləyirdi? Onda niyə İstanbulda razılaşdırılan o adı İstanbul razılaşması olan sənəd niyə qəbul olunmadı həmin vaxt? Niyə ondan geri çəkilindi? Niyə bu qədər ərazi işğal olundu ondan sonra və niyə bu qədər itki oldu? Yəni bu günləri əgər söhbət Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsidirsə, Ukraynanın bu şərtlər daxilində təbii ki, müharibənin dayandırılması ehtimalı yoxdur. Amma
ortada bir reallıq var. Reallıq da ondan ibarətdir ki, sən bir dövlət olaraq indiyə qədərki davam etməkdə müharibənin dəstəklədiyin qüvvələr olub. Yəni Avropa İttifaqı maliyyə ayırıb, silah ayırıb, Amerika Birləşmiş Ştatları aktiv şəkildə həm maliyyə baxımından, həm silah-sursat baxımından dəstək verib. Və bu dəstək birdən-birə olmayacağı halda Ukraynanın müharibəni dayandırmaqdan başqa bir yolu qalırmı? Təbii ki, qalmır. Yəni məcbur şəkildə də olsa müharibəni dayandırılacaq və maraqlı bir nüans var burada. İndiyə qədər Rusiyanın nəzarətində olan ərazilərin Rusiyada qalması şərti ilə danışıqlar prosesinə başlanması təklif olunursa Amerika Birləşmiş Ştatları tərəfindən artıq bu mineral ehtiyatlarla bağlı saziş imzalanandan sonra Donetsk, Lugansk və digər ərazilərin Rusiya ərazisi olması kimi qəbul olunması yox, Ukraynanın 2014-cü il sərhədlərinə qayıda bilməyəcəyi ilə bağlı bəyanatlar eşidir. Yəni başqa sözlə Amerika Birləşmiş Ştatları deyir ki, Krımın Rusiya ərazisi olaraq tanınması ilə Rusiyanı bu və ya digər şəkildə başqa ərazilərdə güzəştə etməyə məcbur etmək olar. Yəni bu günləri ortada olan plan bundan ibarətdir. Təbii ki, ağır plandır. Təbii ki, Ukrayna tərəfi indi hələ ki dəstək olduğu müddətdə bu planla razılaşmayacaq və razılaşmamalı da belə başa düşürəm. Amma yenə deyirəm, başqa yol yoxdur. Çünki bilirsiniz, böyük oyunçular istədiklərini aldılar. Söhbət NATO'nun şərqə doğru genişlənməsi idisə, Ukrayna NATO üzvü olmasa belə Finlandiya və İsveçin NATO üzvülüyü ilə NATO'nun Rusiya sərhədləri 2 dəfədən artıq genişləndi. Məqsəd Rusiyanın iqtisadi cəhətdən zəiflədilməsi idisə, ona böyük ölçüdə nail olunub tətbiq olunan sanksiyalarla. Məqsəd Rusiyanın həm əskəri ehtiyatını, həm silah və texnika ehtiyatını azaltmaqdan ibarət idisə, buna da böyük ölçüdə nail olunub və Rusiyanın tarix boyu ən yaxın müttəfiqlərindən biri Rusiya ilə düz sərhəddə böyük bir ölkə sonuna qədər Rusiya ilə düşmən mövqeyə gətirilib çıxarılıb. Yəni böyük ölçüdə istəyə artıq nail olunub. İkinci mərhələ var idi ki, təbii sərvətlər üzərində nəzarəti ələ keçirmək. Amerika Birləşmiş Ştatları bunu da artıq özü üçün təmin eləyib. İndi Avropa İttifaqına da bu və ya digər şəkildə düşünürəm ki, bir pay veriləcək hansısa formada ki, onlar da artıq təkid eləməsinlər müharibənin davam etdirilməsində. Və ona görə də burada kənar güclər prosesdən maksimum şəkildə qazancla çıxdılar. Ortada isə məğlub olan Ukrayna və məğlub olan Rusiya var. Yəni Rusiya ərazi belə, yeni əraziləri özünə birləşdirsə belə, amma həm iqtisadiyyatı üçün mənfi nəticələr gətirib çıxardı bu, həm də ordu gücünün zəiflədilməsi istiqamətində xeylək geriyə düşdü Rusiya. Aha. Rəşad müəllim, indi biz Rusiyaya da gələcəyik. Mən indi soruşmaq istəyirəm burada Amerika Birləşmiş Ştatlarının mövqeyini. Çünki nadir torpaq mineralları sazişindən sonra ümumiyyətlə Amerika Birləşmiş Ştatlarının belə deyək ki, baxın bu cür bəyanatlar verməsi, daha sonra bundan öncə də elə Rubio Dövlət Departamentinin katibi belə bir açıqlama verdi ki, bizim üçün Ukrayna münaqişəsindən daha önəmli Çin ətrafında baş verənlərdir. Yəni bunu necə dəyərləndirmək olar? İndi belə çıxır ki, Rusiya, Ukrayna məsələsi bunlar üçün ikinci plana mı keçibdir? Yəni bu minerallarla bağlı sazişin imzalanmasından sonra. Təbii tamamilə elədir. Çünki yenə deyirəm, Trumpın birinci hakimiyyət dövrünə baxanda biz görürük ki, prioritet olaraq İran və Çinin zəiflədilməsi bir nömrəli vəzifə olaraq qoyulmuşdu birinci hakimiyyət dövründə qarşıya və bu istiqamətdə də çoxlu sayda addımlar da atıldı. Yəni Trumpın birinci hakimiyyət dövründə biz İrana qarşı tətbiq olunan sanksiyaları, Çinlə bağlı atılan addımları, Çinin zəiflədilməsi istiqamətində Tayvana silah-sursatın ötürülməsi və digər istiqamətdə fəaliyyətə şahidlik etdik. Əslində bu dəfə də seçki qabağı kampaniyada faktiki olaraq eyni mövqedən çıxış eləyirdi Trump. Sadəcə deyirdi ki, vəzifələrdən biri də Rusiya və Ukrayna arasında müharibəyə son qoymaqdan ibarət olmalıdır. Əslində prioritet doğrudan da Çindir Amerika Birləşmiş Ştatları üçün və bunu artıq açıq şəkildə dünən elə vitse-prezident də bəyan elədi ki, bizim daha vacib prioritetlərimiz var. Biz demirik ki, Rusiya-Ukrayna müharibəsi belə deyək, vacib məsələ deyil, onun dayandırılması. Amma bizim üçün daha vacib prioritet var Çin və o istiqamətdə fokuslanmağa biz nəzərdə tuturuq. Əslində Trumpın hakimiyyətə gəlişindən sonra Rusiya ilə yaxınlaşması,
İkinci hakimiyyətinə söhbət gedir. İkinci hakimiyyətdən gedir. Rusiya ilə yaxınlaşması, Rusiya prezidentini demək olar ki, bütün platformalarda yaxşı oğlan adlandırması, onunla istənilən məsələdə belə deyək, razılaşma əldə etməyinin mümkünlüyü ilə bağlı dediyi məsələlər Rusiyanı Çindən uzaqlaşdırmaq fəaliyyətinin tərkib hissəsi idi. Maksimum şəkildə iki ölkə arasında balaca da olsa güvənsizlik toxumu səpə bildisə bu məsələdə Trump, bu təbii ki, Amerika Birləşmiş Ştatlarının uduşu kimi qəbul olunmalıdır. Çünki heç kimin gözləmədiyi halda Rusiya ABŞ yaxınlaşmasından dərhal sonra biz Çinlə Ukrayna arasında iqtisadi sahədə bir sazişin ortaya çıxdığına şahidlik etdik. Bu, Çinin Rusiya mesajı idi faktiki olaraq və Ukraynanın da Amerika Birləşmiş Ştatlarına mesajı idi bu cür sazişin imzalanması. Yəni, bu günləri, belə deyək də, Trump üçün bu günləri prioritet doğrudan da Çindir, ən böyük düşmən olaraq gördüyü Çindir və Çinin iqtisadi cəhətdən zəiflədilməsi, Çinin regionda və dünyada mövqelərinin zəiflədilməsi bir nömrəli vəzifə olduğu üçün onun ən yaxın müttəfiqləri ilə münasibətlərdə məsafə qoyulması da prioritet olduğu üçün bu günləri aktiv şəkildə Rusiya ilə bu və digər şəkildə yaxınlaşma hiss olunur Amerika Birləşmiş Ştatlarında. Və indiki mərhələdə, yenə qeyd edirəm, artıq Ukrayna ilə mineral ehtiyatlarla bağlı, əlvan metallarla bağlı, enerji resursları ilə bağlı saziş imzalanandan sonra artıq tam, belə deyək, Çin istiqamətinə fokuslanmaq olar. Bax, az öncə söhbət əsnasında qeyd etdiniz ki, Rusiyanın özündə belə bu müharibə onun iqtisadiyyatının çöküşünə gətirib çıxarıbdı və müəyyən sanksiyalar tətbiq olunmasının fonunda da ölkədə məsələn bu durğunluq hiss olunur. Ümumiyyətlə, bax, bundan sonra Rusiyanın özü hansı addımları atmalıdır? Yəni, tərəfsiz mümkün deyilmi? Tutaq ki, üçüncü tərəf olmadan Ukrayna ilə bir araya gəlmək. Təbii ki, bilirsiniz necədir? İstənilən danışıqlarda, baxın, məsələn, Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar. Biz üçüncü tərəflərin iştirakı ilə nəyəsə nail ola bildik mi? Nail ola bilmədik heç nəyə. Niyə nail olmuruq? Çünki üçüncü tərəf masada iştirak edirsə, mütləq şəkildə o ölkənin maraqları da masaya yatırılır və nəticə etibarilə iki ölkə öz arasında müzakirələrdən başqa həmin ölkənin maraqlarının təmin olunması istiqamətində də müzakirələr aparır və nəsə təmin etməlidir o ölkə üçüncü. Bu da nəyə gətirib çıxarır? Müzakirənin uzanmasına, nəticənin əldə edilməməsinə gətirib çıxarır. İndi də Rusiya ilə Ukrayna arasında tamamilə belə deyək, neytral vasitəsi kiminsə olması mümkün deyil. Yəni, bu günləri onları bir masa arxasında otura biləcək elə çox dövlət yoxdur. Bir Amerika Birləşmiş Ştatları var, bir də hələ ki, hər iki ölkə ilə kifayət qədər bərabər məsafədə dayanan Türkiyə var. Türkiyə platforması var və Zelenski də davamlı şəkildə bu platforma haqqında mesajlar ötürür. Xüsusən də Ağ Evdə Zelenski ilə Trump arasında keçirilən görüşdə o qalmaqaldan sonra Türkiyənin aktiv şəkildə rol ala biləcəyi Zelenski tərəfindən ifadə olundu. Hətta Türkiyəyə səfər də elədi bu məqsədlə. Çünki birinci mərhələdə bu tərəfləri danışıqlar masasında oturan məhz Türkiyə olmuşdu və təbii ki, Türkiyənin də maraqları var idi bu və ya digər şəkildə orada. Amma Türkiyənin maraqları Ukraynanın təbii sərvətlərinə çökmək və yaxud da Rusiyadan əlavə nəsə dividend almaqdan ibarət deyildi. Türkiyənin ən maksimum marağı ondan ibarət idi ki, müharibə dayanandan sonra Ukraynanın yenidən qurulmasında Türkiyə şirkətləri iştirak eləyəcək və bu da təbii olaraq Türkiyəyə əlavə qazanc gətirəcək, əlavə dividendlər gətirəcək. Sırf iqtisadi baxımdan yəni. Sırf iqtisadi baxımından idi. Əslində Amerika da sırf iqtisadi baxımdan yanaşır, amma Amerika hər şey mənimdir. Amma siyasi maraqlar da var da orada. Prinsipi ilə ortaya alır. O baxımdan təbii ki, üçüncü tərəflər olmasa, iki tərəfin bu və ya digər şəkildə nəyəsə bir-birinə güzəştə etməsi mümkündür və nəyəsə bir ortaq məxrəcə gəlmək mümkündür. Amma yenə deyirəm, mən bu Amerikanın artıq hər iki tərəf bir masa arxasında oturub danışıq aparmalıdır fikrindən sonra tamamilə kənara çəkiləcəyini düşünmürəm. Çünki yenə deyirəm, ilk mərhələdə kimsə bu iki tərəfi mütləq bir masa arxasında oturtmalıdır, kimsə prosesə ümumi bir yön verməlidir, ondan sonra artıq proseslərdən çəkilməlidir. Və böyük ehtimalla buna da biz şahidlik eləyəcəyik. Çünki yenə deyirəm, əks halda bu müharibənin daha bir neçə il uzanmasına yatırıb çıxaracaq, əks halda bu
Rusiyanın özünün daha da zəifləməsinə yatırıb çıxaracaq. Yəni Rusiya bu gün Ukrayna ərazisindən nə əldə eləyir ki? Rusiya onsuz da ucsuz-bucaqsız torpaqlara sahib olan bir ölkədir. Əraziləri birindən digərinə geyib çatmaq mümkün olmayan əraziləri var. Yəni əlavə bu günləri hardasa torpaq götürmək təbii ki, təkcə o qazancı əldə eləmək Rusiyaya bu gün heç nə vermir. Rusiya da öz iqtisadiyyatını düşünərək, Rusiya da bundan sonra Rusiyanın aqibətini düşünərək hansısa mərhələdə güzəştə etməyə məcburdur və gedəcəkdir. Aydındır. Çox sağ olun, təşəkkür edirəm sizə. Təşəkkür edirəm, minnətdaram. Sağ olun. Qeyd edək ki, biz Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözcüsünün Rusiya və Ukrayna arasındakı danışıqlarda vasitəçi kimi rol oynamayacağına dair məsələni müzakirə etdik. Müsahibimiz isə təbii ki, siyasi şərhçi Rəşad Bayramov idi.